Hazırda üzərində dayandığım bu piyada keçidi çox kreativ düşünülüb. Elə kreativ düşünülüb ki, yolun yarısını keçdikdən sonra qarşı tərəfə necə keçəcəyini düşünürsən. Bura Afiyəddin Cəlilov küçəsidir. Piyada keçidinin yerləşdiyi ərazi çox işləkdir və ətrafında marketlər, restoranlar, həmçinin əyləncə mərkəzi fəaliyyət göstərir. Bu piyada keçidində zolaq var, amma yolun yarısına kimi. Magistralın orta hissəsində olan səkidən sonra hər hansı bir piyada keçidi yoxdur. Piyadalar yarı yolda qalır, bəziləri isə qarşı tərəfə keçmək üçün insaflı sürücü və maşın axınının dayanmasını gözləyirlər. Mən demək olar ki, hər gün buradan keçirəm. Elə bil ki, yarımçıq iş demək olar da buna. Çox təhlükəlidir. Orada svetofor yanır, sonra bir müddət boşluq olur keçəndə. Sonra svetofor yanında təhlükəli bir moment yanır. Burada uşaqlar da keçir, böyüklər də keçir, yəni çox təhlükəlidir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi maraqlı açıqlama verdi. Stat. Sözü gedən ərazidə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün piyada keçidi təşkil edilmişdir. Bu zolaq piyadaların yolun əks tərəfinə keçidi üçün deyil, adaçıq vasitəsilə Amay Ticarət Mərkəzi tərəfi hərəkət üçün nəzərdə tutulub. Hərəkət iştirakçıları yol nişanları və nişanlanma xətlərinin tələblərinə riayət etməlidirlər. Statın sonu. Şəhər yollarında hər bir piyada zolağı insanların təhlükəsizliyini təmin etməyə xidmət etməlidir. Amma bəzən çəkilən xətlər reallıqda təhlükəsizlik deyil, çaşqınlıq yaradır. Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirir ki, piyada keçidinin yarımçıq olması piyada və sürücülər arasında konflikt zonasına çevrilə bilir. İstənilən halda həmin piyada keçidinin, yəni nizamlanmayan eyni səviyyəli piyada keçidinin o birisi yolun sonuna qədər uzadılması daha yaxşı olardı. Bu piyadaların təhlükəsizliyini təmin edərdi. Çünki onsuz da piyadalar həmin o zolağı görərək yolun bir hissəsinə qədər keçirlər, daha sonra orada bir növ çıxılmaz vəziyyətdə qalırlar və ona görə o artıq həm sürücü, həm deməli piyada arasında konflikt zonasına çevrilə bilir. Ona görə də yaxşı olardı ki, həmin o zolaq uzadılsın. Nəzərə alsaq ki, nəqliyyatın intensiv hərəkət etdiyi yollarda baş verən ağır qəzalar zamanı hətta səkidə, dayanacaqda duran insanlar da zərər çəkir. Belə olan halda sözü gedən yolda adacıq kənarı ilə hərəkət edən insanları təhlükəsizlikdə təsəvvür etmək çətindir. Məsul qurumların belə hallara diqqət yetirməsi, yarımçıq keçidlərin tam həllə çevrilməsi həm piyadaların, həm də sürücülərin rahatlığı üçün vacibdir. Nərminə Kəmalova, Elman Səfərov, APA TV.